Dadına baxan hər kəsin reseptini istədiyi, ən sadə və ləzzətli forması ilə sütlaç resepti bölüşürəm. Və sizə əminliklə deyə bilərəm ki, bu resept ilə siz tam ölçülərini tuttura biləcəksiniz. Ən gözəl forması ilə sütlaç hazırlamaq üçün bizə lazımdır yarım stəkan yumru düyü. Düyülərimizi yaxşıca yuyub qazana əlavə edirik və üzərinə keçənə qədər su tökürük. Ardınca dərhal göndərərək bişməyə. Sizə yeni aldığım bu mətbəx robotumu göstərmək istəyirəm. Əgər ki siz də mənim kimi qazanın başında durmağı sevmirsinizsə, bu alət tam bizə görədir. Fərqli rejimləri sayəsində rahatlıqla qazanınızı əlavə edib digər işlərinizi görə bilərsiniz. Düyümüzün suyu tam çəkildikdən sonra üzərinə 1 litr süd əlavə edirik. Tam qaynayana qədər mütləq qarışdırmaq lazımdır ki, dibi tutmasın. Mən alətdən istifadə etdiyim üçün özümün qarışdırmağına ehtiyac qalmır. Südümüz qaynayana qədər kənarda yarım stəkan süd ilə 4 qaşıq mısır nişastasını qarışdırırıq. Südümüz qaynadıqdan sonra üzərinə 1 paket vanilin, zövqə uyğun şəkər və düzəltdiyimiz mısır nişastasını əlavə edirik. Ardınca hazırladığımız sütlaçları kasalara əlavə edib 180 dərəcəyə sobaya bişməyə göndəririk. Sizə bir püf nöqtəsində deyim ki, mütləq fırın qabına soyuq su əlavə edirik. Sütlaçlarım hazır olana qədər özümə qəhvə fasiləsi verirəm. Son günlərdə qəhvə içməyi bu siroblar sayəsində daha da çox sevirəm. Aromaları yüksək, dadları isə çox gözəldir. Bu da artıq sütlaçlarım hazırdır. Üzərinə zövqə uyğun əlavələr edə bilərsiniz. Çox ləzzətli olur.